Xeyr, bu gün mən sizə Düratın itməyi qolunun izahını verəcəm. Əsərdə bir çox xırdalıqlar var ki, həmin yerlərə mütləq şəkildə fikir vermək lazımdır. Düratın itməyi qolu imtahanda bu cür adla da düşə bilər, Ballıcaya səfər adı ilə də düşə bilər. Hər iki ad doğrudur. Yenə də yaz ayları. Fəsil verilib ki, yaz ayları idi. Çənlibeldə başqa bir aləm var idi. Hər tərəf al yaşıla bürünmüş, elə idi ki, gülgülü bülbül bülbülü çağırırdı. Necə deyərlər, lalələr, bənövşələr göz vururdu. Sıldırım qayalarda xınalı çəkiklər qaqqıldaşır, bülbüllər Koroğlunun səsinə səs verirdi. Çənlibelin ətəklərində ot adam boyu qalxmışdı. Koroğlunun ipə sapa yatmayan, qoruq qaytaq bilməyən ayğırları ilxi ilə göy ota buraxılmışdı. Koroğlu bu yaz Düratı da ilxiyə qatmışdı. Deməli biz bu abzasda nələri öyrəndik? Burada peyzaj nümunəsinə yer verilib və burada hansı fəsl idi? Yaz ayları idi, yaz fəsli idi. Daha sonra biz burada deyə bilərik ki, Düratın təsvirini ipə sapa yatmayan at kimi veribdi və bundan əvvəl Dürat ilxiyə qatılmamışdı və bu yaz ilxiyə qatılmışdı. Keçirik növbəti abzasımızdan xırdalıqları çıxardaq. Dürat ola, çöl ola, xam dəli ayğır ola, olmuşdu dəliso bir şey. Day bir atı ilə yola getmirdi. Çikiləşirdi, qapışırdı, vuruşurdu. Da o necə deyərlər, ilxini götürmüşdü başına, eləmişdi ləliyi cigirya. Deməli, dəli ayğır kimi verilibdi, bir yerdə durmurdu və heç bir atla yola getmirdi. İlxını da öz qabağına qatıb getmişdi. Bilmədiyi bir yerə Dürat. Yenə də günlərin bir günündə Düratın nadinçliyi tutdu, atların birini vurdu, birini qapdı, axırda hamısını qabağına qatdı, Çənlibeldən aşağı töküb qovmağa başladı. Deməli, atları qabağına qatıb qovdu. İlxının ağzı düşdü çölü, bəri biyabanı. Get, get. İlxı dağlar aşdı, düzlər keçdi. Yamaclar dırmandı, enişlər indi. Gəlib Ballıcada Qaraxan deyilən bir xan vardı. Onun qorğuna doldu. İndi eşit Qaraxanını. Deməli, Qaraxanla tanış olduq bu abzasdakı. İlxını Qaraxanın özü tutmamışdı. Atların özü gəlib Qaraxanın qorğuna girmişdi. Qaraxan Əzazil, yəni çox pis xan idi. Çox az adam tapılardı ki, onun əlindən sinə dağlı olması. Düşə bilər ki, hər kəs onun əlindən sinə dağlı idi. Xeyr, çox az adam tapılardı ki, onun əlindən sinə dağlı olması. Sinə dağlı olmayanda Qaraxan kimi olan Əzazil insanlar, onun vəkili ola bilər, vəziri ola bilər, bunlar ola bilər. Özü də yaman tamaşkar idi, tamaşkar. Kimdə bir yaxşı şey görsəydi, ya xoşla, ya hilə ilə, ya da burunların heç birisi baş tutmayanda zorla alardı. Biz bunu hansı nağıldakı obrazla oxşar götürə bilərik? Bəli, ağıllı uşağın nağılındakı deməli şah obrazı var idi. O da qocaları yarı zor, yarı xoş gətirirdi. Yəni istəyirdi deyə o yeri tutmaq istəyirdi. Dayıcamaat onun əlindən zinhara gəlmişdi. Hər yerdə özünü elə göstərirdi ki, güya İran padşahının qohumudur. Bax, deməli bu İran padşahının qohumu kimi göstərirdi ki, sözünü keçirə bilsin. Amma əsli elə deyildi. Odur ki, qorxudan heç kəs ona bir söz deyə bilmirdi. Deməli, ona bir söz deməməyin səbəbi qorxu idi. Elə ki, Koroğlunun ilxısı gəlib onun qorğuna doldu, nökərlər gəlib əhvalatı Qaraxana xəbər verdilər. Qaraxan o saat hökm elədi ki, ilxını haylayıb gətirsinlər. Qaraxanın adamları ilxını aparmaqda olsun. Sənə kimdən deyim? Bəs Koroğludan. Koroğlu Çənlibeldə idi. Ələmqulu xanın yanından qayıdandan sonra hələ bir səfərə zada da getməmişdi. Bir də ilxıcı Başılovlu gəldi ki, bəs ilxi itib. Koroğlu əvvəl buna əhəmiyyət vermədi. Kim gəldi? İlxıcı. Tələsik gəldi ki, bəs itib. Koroğlu bax buna əhəmiyyət vermədi. Bu hissələr imtahanda düşür. Amma bax bunun amması var. Eşitdi ki, bəs Dürat da itibdi onlarla bərabər. Elə bir nərə çəkdi ki, bütün Çənlibel titrədi. Burada mübaliğə işlənibdi. Səs-səsə verdi dağlar, daşlar. Səs-səsə verməsi metafor. Dəlilər hamısı tökülüb gəldilər. Aldı Koroğlu nə dedi? Hoydu dəlilərim, hoydu oğullar. Hardasa Düratım tapılsın gərək. Aman çəksin əlimizdən yağılar. Müxənnət obası çapılsın gərək. Durub mərd meydanda göstərəm hünər. Qənimlər nərəmdən eylər həzər. At üstə sağ-sola işlədə şeşbər. Qoşun qayalara səpilsin gərək. Qoç igidi yallayar özü öz qanın. Koroğlu hər yanda işlər fərmanı. Növbəti hissəyə davam edirik. İndi bəy paşanın, Xoçcarın xanın dərisinə saman təpilsin gərək. Dəli Mehdər tez atlandı. Bax, burada deməli Dəli Mehdər tez atlanır. Bəs burada Dəli Mehdər bir də hansı boyda iştirak etmişdi? Həmzənin Qıratı qaçırması qolunda da Dəli Mehdər var idi. Orada da Həmzənin
Düratı qaçırmasının da məlumatını gəlib Dəli Mehdər vermişdi. Dəlilərdən, Mehdərlərdən də bir neçəsi yanına alıb İlxını axtarmağa getdi. Amma sən de ki, İlxi hayanda idi, İlxi odu Qaraxanın qorğunda. Dəli Mehdər axtarır, Çənlibelin kövşənəklərini, hər yeri bir-birinə vururdu. Bax, Çənlibelin kövşənəklərini axtarır, öndədir deyə inversiya. Görürsünüz, nəsrlə yazılsa belə bədii təsvir ifadə vasitələrindən cembol istifadə olunubdur. Dağı daşı əldən ayaqdan saldılar. Axırda körpeşman Çənlibelə qayıtdılar. Koroğlunun dərdi biri idi, oldu min. Dəlilər başladılar ona ürək verib yoşutmağa ki, ay Koroğlu, niyə bu qədər cəza-fəza eləyirsən? İlxidir, görəsən ağzı hayana düşüb çıxıb itməyəcək ki, harada olsa tapılacaq. Qorxudan kimsən İlxinin gözünün ucu ilə baxa bilər. Dəlilər çox dedilər, Koroğlu az eşitdi, nə qədər elədilər, yoşumadı ki, yoşumadı. Elə olmuşdu, acığından bığlarını gəmirirdi. Bax, burada Həmzənin Qıratı qaçırması qolundadır, acığından bığlarını gəmirməsi. Deməli, bu onun artıq xarakteri xüsusiyyəti idi. Nicar gördü, yox, Koroğlu soymaq bilmir, elə bil yanmış kürədir. Getdikcə qızır. Axırda dedi, ay Koroğlu, hirslənəndə soymaq bilmirsən. İndi nə olub axı? İlxi itib tapılar da. Koroğlu Nicarın cavabını aldı, görək nə dedi. Nicar, Düratın itməyi yandırır, məni yandırır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, 8 hecadan ibarətdir deyə mən buna cəraylı deyirəm. Cəraylının adı da yandırır, məni yandırır. Yandırır. Nəyə görə? Son misralar eyni təkrarın deyə biz buna adını yandırır, məni yandırır cəraylısı deyə bilərik. Alnımdakı qalın qatlar, düşmən görsə bağrı çatlar, candan əziz bədöy atlar, yandırır, məni yandırır. Sinəmin düyünü dağı, müxənnət meydan açmağı, mən dəliyə sataşmağı yandırır, məni yandırır. Koroğlu burada müxənnətin, düşmənin mənə sataşması kimi qiymətləndirir. Deyən düşmən mənə sataşdı. Yaradan hoyuma yetə, bu müşkül mətləbin bitə, Düratda qıratdan ötə, burada Düratı qıratdan da ötə adlandırır. Yəni bir yox deyil, Düratım qıratından da ötədir. Yandırır, məni yandırır. Koroğluyam, deyim düzü. Saymaram əlini yüzü. Hər cayım tənə sözü yandırır, məni yandırır. Söz tamama yetişdi, Nicar dedi. Yaxşı, axır acıqlanmaqdan, dodaqlarını çeynəməkdən bir şey çıxmayacaq. Tədbir nədir? Onu de. Koroğlu sazı döşünə bastı, dedi. İndi bir mərd dəli gərək, tapsın mənim Düratımı. Bəslənəndə quzu kimi, miniləndə Düratımı. Kişnəyib meydanda gəzən, hərdən sağa sola süzən, düşmanın başını üzən bir əsərmiş nəratımı. Həmişə olan gücünə, şeşbər atıla üstünə, hünər göstərib dar gündə düşürməyən əratımı. Koroğluyam, yol gödərəm, düşmanın bağrını didərəm, atlanam özüm gedərəm. Çünki mənim qıratımı, çəkin mənim qıratımı deyən qıratdan gedirəm. Amma Həmzənin keçən Həmzənin qıratı qaçırması qolunda Koroğlu piyada getmişdi. Özüm arada yadda salmaq üçün əlavələr eləyirəm. Dəlilər hamısı qalxdılar ayağa, ləpirçilər düşdülər qabağa, Koroğlu özü də başladı geyinməyə. Elə bu dəmdə bir də gördülər, budur. Keşikçilər bir adam gətirir, yaxınlaşanda Koroğlu baxdı ki, çiynində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlan bura gəldi. Özü də şəsli bəsli, bazburutlu bir şeydi. Soruşdu, keşikçilərdən bu kimdir? Keşikçi dedi, bilmirəm. Soruşduq, demədi. Nə qədər elədik, demədi ki, kimə. Səni görmək istəyir. Koroğlu dedi, bala, kimsən, nə istəyirsən? Oğlan qabaqca salam verdi, Koroğlu ələk çaldı, Koroğludan soruşdu. Hələ bir qabaqca deyinən görüm, sizin İlxınız itib ya yox? Koroğlu deyir ki, hə, itib, nə olub ki? Oğlan elə bir arxayınladı və dedi, qoy elə bir nəfəsimi dərim, yorulmuşam. Koroğlu dedi, əyləş. Oğlan əyləşdi, patfalarını açdı, çarıqlarını çıxartdı, bir tərəfə qoydu. Sonra corablarını çıxartdı, onları da bir tərəfə qoydu. Ondan sonra başını qaldırıb dedi, Koroğlu, mən Ballıcalı Qaraxanın Mehdəriyəm. Deməli, bu kim idi gələn? Mehdər imiş. Ballıcalı Qaraxanın Mehdəri. Budur, 3 gündür ki, sənin İlxını Qaraxan tutub. Burada deyir ki, sənin İlxını Qaraxan tutubdur. Gəlmişəm sənə xəbər verməyə. Düratda İlxının içindədir. Mən də elə onda bildim ki, İlxı sənindir. Deməli, Mehdər deyir ki, mən o vaxt bildim ki, İlxı sənindir. Düratından tanıdım. Və bunu yadda saxlayın ki, burada Mehdər obrazı Qaraxanın Mehdəri idi. Qaraxanın Mehdəri. Burada Qaraxana xəyanət elədiyini görürük. Həmçinin biz Koroğlunun da Mehdər Murtuzu vardı ki, o da Koroğluya xəyanət eləmişdi. Çıxıb gəlmişdi, Koroğlunu aldatmışdı, yanında işləməsinə baxmayaraq. Koroğlu elə bunu eşidəcək, diş yerindən qalxdı, dedi, Dəli Həsən dedi, bəli Koroğlu, dedi, mən gəlincə bu oğlanın üstündə gözün olsun. Oğlanın üstündə gözü olsun. Kimi? Dəli Həsəni. Deməli, bu oğlanın üzərinə kimi qoyur? Dəli Həsəni nəzarətçi qoyur. Dəli Həsən dedi, baş üstə. Onda Koroğlu üzünü dəlilərə tutub dedi, at belində mərd dəlilər, Ballıcaya səfərim var. Gördünüz, bu əsərin adı həm Düratın itməyə, həm də Ballıcaya səfər. Deməli, Qaraxan harada otururdu? Qaraxan Ballıcada.
Dava günü qurd dəlilər, Ballıcaya səfərim var. Hünər elər qoçoğlu qoç, qorxar keçməz yanından köç. Alın ələ, Misri qılınc, Ballıcaya səfərim var. Hədiyyan sözə bəlli deməm, müxənnət çörəyin yeməm. Qoy düşman bilsin mən kiməm, Ballıcaya səfərim var. Şeşbərim susayıb qana, düşmanlarım gəlib cana. Qan uduram Qaraxana, Ballıcaya səfərim var. Koroğluyam budur sözüm, müşkül işə necə dözüm. Heç qovaqdan doymaz gözüm, Ballıcaya səfərim var. Koroğlu sözünü tamam elədi, quş kimi sıçradı, qıratın verilən at bir dəfə kişnəyib iki dayaq üstə qalxdı, dəstənin qabağına düşdü. Dəstə Ballıcaya üst qoydu. Deməli bu təkcə getmir. Necə gedir? Adamları ilə bilir. Amma Həmzənin qıratı qaçırması qolunda tək getmişdi. Ha, yadınızda qalsın. Yollar yamacları üz elədilər, dağları, daşları düz elədilər. İldırım kimi süzüb Ballıcaya çatdılar. Koroğlu dəliləri kənara qoydu. Özü də hansı paltarda? İlxıçı paltarda. Amma Həmzənin qıratı qaçırması qolunda isə aşıq paltarında getmişdi. Ha, yadınızda qalsın. Geyinib atdan Misri qılıncı bağladı. Misri qılınc Vaqif əsərində də Eldarın Misri qılıncı vardı ki, bunu da qoca vermişdi ona. Şəhərə girdi. Gəzə-gəzə, dolana-dolana gəlib Qaraxanın yanına çıxdı. Qaraxan 3 gün idi ki, ilxını tutmuşdu, amma bir dənə ilxıçı ilxını boyuna götürmürdü. Qaraxan nə qədər döyürdü, söyürdü, qorxudurdu, yenə də bir şey çıxmırdı. İlxıçılar, mehtərlər bilmişdilər ki, ilxı Koroğlunundur. Və burada Düratı heç bir ilxıçı yaxın durmurdu. Bunun səbəbi Koroğlunun olması idi. Amma o biri boyda Həmzənin qıratı qaçırması qolunda heç bir ilxıçı, mehtərlərin yaxın durmamasının səbəbi o idi ki, deməli o zaman qırat, burada Dürat idi, orada qırat idi ki, heç kimi öz yaxınına buraxmırdı. Amma burada Koroğlunun olduğu üçün qoymurdular. Odur ki, bir adam yaxın düşmürdü. Yenə də Qaraxan ilxıçıları, mehtərləri yığmışdı başına. Bir də baxdı, budur ki, bir adam gəlir. Bir adam gəlir ki, Rüstəmiz aldı. Deməli Koroğlunu nəyə bənzədir? Kimə bənzədir? Rüstəmiz alır. Amma paltarından da ilxıçıya oxşayır. Ürəyində sevindi ki, bu yaxşı oldu. Elə bunu götürərəm ilxıçı, tapşıraram ilxını buna. Qərəz o qədər gözlədi, Koroğlu gəlib çatdı. Ədəblə əlini döşünə qoyub Qaraxana salam verdi. Bax, testdə düşə bilər ki, salamlamır. Xeyr, ədəblə əlini döşünə qoyur və salamlayır. Qaraxan əliyi çalıb soruşdu. Kimsən? Deyəsən paltarından ilxıçıya oxşarsan. Koroğlu dedi, bəli, ilxıçıyam. Neçə il idi ki, Çənlibel Koroğlunun ilxısını otardım. Budur, bir ay olar ki, məni çıxarıb qovub. Qaraxan soruşdu. Niyə çıxardıb ki? Koroğlu dedi, mənə dedi ki, day bəsdir, bu qədər ilxıçı oldun, gəl indi mənə dəli ol. Deyim, mən də dəli olmadım. Həmzənin qıratı qaçırması qolunda da Koroğlu deməli, Hasan Paşaya belə yalan uydurmuşdu ki, güya məni Koroğlu tutub ki, saz salam onun atına. Atı da dəli idi. Məni zorla atına saz saldırmaq üçün tutdu. O zaman Koroğlu çalıb oxumağı bilmirdi. Burada da deyir ki, mən ilxıçıyam. Koroğlu mənə dedi ki, ilxıçılıqdan çıx, mənə dəli ol. Mən də dəli olmaq istəmədim. Qəzəblənib məni qovdu. Qaraxan dedi, səni Koroğlunun ilxısına göndərsəm gedərsəm, Koroğlu baxdı ki, oğlan doğru deyir. İlxi buradadır. Özünü də bilməzliyə vurub soruşdu. Necə yəni Koroğlunun ilxısına? Qaraxan lovğalana burada yalandan deyir ki, bu saat buradadır, gətirtmişəm. Güya özü gətirdirib, Koroğlu özünü lap avamlığa vurub soruşdu. Sən bunu necə bacarmısan? Halaldır sənə, əhsən sənə. Koroğlu kimi gedin bir atını necə gətirə bilərsən? Xan dedi, gətirmişəm də, nöqtə. Arxasını danışmır, çoxdur axı. Nə işin var necə gətirmişəm? Mən gətirdərəm. Koroğlu qəsdən soruşdu ki, yaxşı xan, birdən Koroğlu bəs bunu bilsə nə olacaqdı? Onda nə eləyəcəksən? Xan dedi, bilsin də, bilmiş mənə nə eləyəcək? Daha burada Koroğlu özünü saxlaya bilmədi, dedi. Meydana girəndə pələng pəncəli, dağıdar elini, gəlsə Qaraxan. Qıratın üstündə qılınc oynadar, lal eylər dilini, gəlsə Qaraxan. Deyir, o səni lal eylər, elini dağıdar. Mənəm deyib yekə danışma belə, görməmisən zərbi dəstəni ələ. Qaldırar başını qırar cürz ilə, belini yəqin bil, gəlsə Qaraxan. Talar dövlətini aparar malın, dağıdar varını yaşılın alın, yıxar evin yaman eylər alın, sovdurar gölünü, gəlsə Qaraxan. Çətin qoz Koroğlu qorxa üşünə, yetər yağların 7-5-inə, haykıranda qatar qırat döşünə, bağlayar qolunu, gəlsə Qaraxan. Kolunun bu sözü Qaraxanın acığı tutdu. Dedi, mən dedim, gəl mənə ilxıçı ol, demədim Koroğlu mənim üstümə çəkədi. Bir də sən nə çox Koroğlu deyirsən. Koroğlu bir atsız sancı, cədənin biri, mən də xanam. Özüm də İran padişahının qohumuyam. Koroğlu gəlmiş mənə nə eləyəcək? Qoy lap gəlsin. Onu bir Koroğlu edərəm ki, bir də yadından çıxar. Biri də yanından çıxar. Koroğlu baxdı ki, yox, Qaraxan özündən çox müştəhibihdir, şübhəli. Elə bir istədi paltarını atıb desin, mən Koroğlu özüm budur, gəlmişəm. Sonra lənə şeytan eləyib aldı sazı. Yox, xan, sən səhv eləyirsən. Demək Koroğlu təkdir, saysız, sansız dəlisi var. Dəmirçioğlusu var,
Bəlli Əhmədi var, Eyvazı, İsa balısı var. Namərdlərdən duraraq, mərdlər üçün arxa daraq. Deyir, namərd adamlardan o uzaqdır, amma mərdlərə arxa və dayaq olur. Billur şüşə, eyvan otaq, döşəməyə xalısı var. Dara düşən ellərə kömək olur. Dava günü dosta gərək olur. Açar süfrə verər yemək. Qeyrəti var, namusu var. Koroğlunun uca boyu var. Hər yerdə tutulur boyu. Çənlibeldə götür qoyu. Ağır oba ulusu var. Sonra davam edək. Qaraxan bunu belə diri danışmağından şübhələndi. Düzü Koroğlu olmadığına güman eləmirdi, amma ürəyində üşütmə düşdü. Sən deyəsən şərəşürə adamsan. Demək Həmzənin qıratı qaçırması qolunda orada paşalardan biri şübhələnmişdi. Burada elə Qaraxan özü şübhələnir. Bizimki səndən tutmaz. Yaxşısı budur, çıx get, səndən yılxıcı olmaz. Bunu deyib Qaraxan döndü getsin. Koroğlu baxdı ki, Qaraxan əkilmək istəyir. Aman verməyib onu yaxaladı. İlxıcı paltarını soyunub kənara atdı, bir nərə çəkdi, Qaraxanın qulaqları batdı. Tez adamlarını köməyə çağırdı. O tərəfdən də dəlilər Koroğlunun nərəsini eşitdi. Deməli, Koroğlunun nərəsini eşidən kimi dəlilər gəlir. Siyirmə qılınc töküldü. Ara qarışdı, dava başladı. Dava şirin yerində Koroğlu özünü Qaraxana yetirdi. Misri qılıncını havada parıldayıb Qaraxan təpəsindən elə gözdən itdi ki, elə bir ildırımı yerə soxuldu. Qaraxan bayaka cəhənnəmə vasil oldu. Qoşun Qaraxanı ölmüş görüb davam gətirə bilmədi. Qırılan qırıldı, qalan qaçdı. Dəlilər qiymətdən ağır, vəzindən yüngül nə vardısa götürdülər. Bax, dəyərli əşyaları, hər şeyi götürür. Düratla bərabər ilxını qabaqlarına qatıb Çənlibelə yol başladılar. Dağ aşıb düz keçib gəldilər Çənlibelə. Nigar xanım qabağa çıxdı, Koroğlunun atdan düşdü. Qara xanım mehtərini gətirdilər. Mehtər axı buradaydı, Dəli Həsənə tapşırmışlar. Keflər quruldu, saqi dolandı, ruh. Koroğlu, deməli burada bunu yadda saxlayın ki, Koroğlu bu mehtər axı buna xəbər gətirmişdi. Ona bir dənə at bağışlayır, bir də qılınc bağışlayır. Dəlilərin içinə qatdı. Yəni atla qılınc verməsə mənim dəlimsən deməkdir. Məclis quruldu, keflər saqi dolandı, ruh təzələndi. Nigar əlində bayda Koroğlunun yanına gəlir. Ay Koroğlu, bilirəm sən səfərdən davasız qayıtmazsan. De görüm, balınızla səfər necə keçdi? Ümumiyyətlə Nigar hər səfərdən sonra onun necə keçdiyini soruşurdu. Kimlə dalaşdı? Koroğlu bəydəni alıb içdi, üstəlli sazı döşünə basıb dedi. Əsərin təlininə keçirik. Əsər deməli hadisələr harada cəryan edir? Ballıcada cəryan edir. Sonra Dürat atları qovaraq haradan çıxarır? Çənli beldən çıxarır. Bəs yaxşı, İlxı Ballıcada kimin qoruğuna dolur? Bəli, Qaraxanın qoruğuna dolur. Bəs Qaraxanın qoruğuna dolmasına Koroğluya kim deyir? Mehtər deyir, Qaraxanın mehtəri. Sonda Koroğlu buna nə bağışlayır? At və qılınc bağışlayır. Dəlilərin içinə qatır. Bəs yaxşı, İlxıcısının mehtərin dediyinə görə bu İlxı neçə gün idi itmişdi? Bəli, 3 gün idi itmişdi. Daha sonra mehtərə baxmaq, mehtəri kimə tapşırır? Kimə tapşırır? Bəli, Dəli Həsənə tapşırır ki, Dəli Həsən ona baxsın. Koroğlunun kədərlənməsi atların itməsi idi. Xeyr, Düratın itməsi idi. Dürat bilir ki, oradadır, ona görə kədərlənir. Bəs Koroğlu Qaraxanı özünü necə tanıdır? İlxıcı, Keçil Həmzənin qaçırması qolunda necə tanıdırdı? Aşıq. Koroğlu Qaraxanın yanında yalnız özünü öyür, özünü tərifləyir. Xeyr, həm özünü, həm də kimi öyürdü? Dəlilərini, yəni ikisini də. Orada dəlilərin adlarını da çəkirdi. Qaraxanı kim öldürür? Qaraxanı. Kim öldürür? Bəli, Koroğlu. Sonda kimə şeir deyir Koroğlu? Bəli, Nigar xanıma şeir deyir və onunla bitir. Bu boyda Əlamqulu xanın adı çəkilir. Əlamqulu. Xanın adı çəkilirmi? Bəli, çəkilir. Gəlin göstərim. Baxın bu hissəyə. Deyir ki, Qaraxan İlxını aparmaqda olsun, sənə kimdən deyim? Koroğludan. Koroğlu Çənlibeldə Əlamqulu xanın yanından qayıdandan sonra heç bir səfərə zada getməmişdi. Deməli, Əlamqulu xanla dostluq münasibəti qurmuşdu və bu Qaraxan yanına hücumu onun ilk səfəri olacaqdı Əlamqulu xanla dostluqdan sonra. Dedik ki, bundan sonra getməyib. İlxını ilk axtaran kim olur? Dəli Mehtər. Dəli Mehtər kimin idi? Bəli, Koroğlunun mehtəri idi. Daha sonra
Koroğlunun ilxısına niyə heç kim sahib durmaq istəmir, yaxın durmaq istəmir? Bilirdilər ki, bu ilxı Koroğlunundur. Burada hansı qoşmalar deyilir? Gərəkdir. Daha sonra gərəkdir qoşması deyilir, tapılsın gərək. Daha sonra Qaraxana dediyi qoşma var idi. Yandırır məni yandırır qoşması, gəraylısı var idi. Yandırır məni yandırır. Atın itməsi idi. Atımı gəraylısını deyir. Ballıcaya səfərim var, gəraylısını deyirdi. Bu qədər. Sağ olun, salamat qalın.